Hansı materikin yerləşdiyi heç bir yarımkürə ümumi deyil? Hansı iki materikin yerləşdiyi heç bir yarımkürə ümumi deyil? Avrasiya şimal ekvatora yuxarıdadır. Ona görə şimal Qrinviçdən sağdadır. Şərq yarımkürəsi. Ümumiyyətlə, hər hansı məntəqənin ekvatordan yuxarıdadırsa şimal, aşağıdadırsa cənub, hər ikisindədirsə həm şimal, həm cənub olacaq. Şərq və qərbli yarımkürəyə baxaq. Qrinviç Qrinviçdə 0-dır. Bundan sağ tərəf şərq 180-ə kimi. Bundan sol tərəf 180-ə kimi qərb yarımkürəsi. Hər ikisini kəssə həm Qrinviç, həm ekvator 4 yarımkürədə olur. Həm ekvator, həm 180 kəssə yenə 4 yarımkürədə olur. Avrasiya şimaldadır. Qrinviçdən sağdadır. Şimal, şərq, Cənubi Amerika həm şimalda, həm cənubda ümumi var. Antarktida, Afrika ikisi də cənubdadır, ümumi var. Cənubi Amerika, Avstraliya ikisi də cənubda yerləşir. Bir hissəsi Cənubi Amerikanın ümumi var. Şimali Amerika, Antarktida. Şimali Amerika şimal qərbdədir. Antarktida cənub, şərq qərbdədir yenə var. Avstraliya, Şimali Amerika orta cəhət yoxdur. Avstraliya cənub şərqdə, Şimali Amerika şimal qərbdə. Meridian çevrəsi ilə Bakının yerləşdiyi paralel çevrəsinin uzunluğu. Meridian çevrəsinin uzunluğunu bilirik. 40.009 kilometr. Bu meridian çevrəsidir. Meridian çevrəsinin uzunluğu. Bakı şəhərinin yerləşdiyi paralel çevrəsinin Bakı yerləşir 40-cı paraleldə. 40 şimal dairəsi. Deyir, bunun uzunluqları arasında fərqi tapın. Bu çevrə, Bakı çevrə, Bakının yerləşdiyi paralel çevrəsi. Bu, demək 40-cı paraleldir. Biz bilirik ki, bu da 360 dərəcə tam olaraq. Biz bilirik ki, Bakının 40 dərəcə paralel 1 dərəcə qoşun uzunluğu olacaq. 1 dərəcə 85, onda 4. İndi bunun tam çevrəsinin uzunluğunu tapmaq üçün biz tam çevrə bilirik nə qədər? 360 dərəcə. Demək, 360 həqiqi məsafə. Buradan da biz həqiqi məsafəni tapsaq, həqiqi məsafə bərabərdir. 360 vurulsun 85, onda 4. Bu da bərabərdir. Deməli, 360 vurulsun 85, onda 4. Həqiqi məsafə bərabərdir 30.744. Bunu tapdıq. Bunlar arasında fərqi soruşur. Gəlin hesablayaq. Buradan 40.009-dan çıxaq 30.744. 9-dan 4, 5, 6, 0, buradan birini aldıq, verdik 10. Sonra burada 9 qalmış. 9-dan 7 çıxanda 2. 9-dan 2. Sonra deməli, bu burada, bu burada, bu burada. Sonra gəlir, bu da 9. 9265 C variantı. Xəritə üzərində obyektlərin sahəsini hesablamaq istifadə olunur. Paletkadan istifadə olunur. A variantı. Paletka, bir paletkanın uzunluğu. Deməli, bir paletkanın uzunluğu, bir paletka bərabərdir 0,25 kvadrat santimetr. Bununla sahə tapanda bir paletka 0,25 kvadrat santimetr. Xəritədəki sahə, daha doğrusu paletka sayı xəritədəki sahə. Bu formada biz tənasüb quraraq xəritə sahəni tapa bilərik. 50 dərəcəli paralel qövsün uzunluğu verilənlərdə hansı ola bilər? 50 dərəcəli paralel qövsün uzunluğu, 50 dərəcə 1 dərəcə qövsün uzunluğu 71,7-dir. 1 dərəcə 71,7. Deyir, uzunluğunu tap. Yenə 360 həqiqi məsafə. Burada da həqiqi məsafə vurulsun 1 bərabərdir. 360 vurulsun
71,7. 360 vurulsun 71,7. Həqiqi məsafə də bərabərdir 25.812 kilometr. B variantı. Tematik xəritə müəyyən edin. Xəritələr məzmununa görə iki yerə bölünür. Ümumi coğrafi, tematik xəritələr. Ümumi coğrafi bütün komponentlər olduğu kimi təsvir olunur. Amma tematik xəritələr isə bir mövzu təsvir olunur. Tematikin də bir növü var ki, kompleksdir. İki komponent bir yerdə təsvir olunca bu kompleks xəritələrdir. 2 və daha artıq. Tematik xəritə. Naxçıvan Respublikasının topografik ümumi coğrafi xəritə. Bütün hamısı var. Yer qabının quruluşu faydalı quruluşu faydalı qazıntılar. Bu tematikin bir növü kompleksdir. Azərbaycanın torpaq xəritəsi. C variantı. Afrikanın təbii zonaları kompleksdir. Azərbaycan ümumi coğrafi məlumat xəritəsi, bu da ümumi coğrafidir. C variantı. 3 yarımkürədə yerləşməyə baxmayaraq 2 okeanla əhatə olunan yeganə materik. Avrasiya həm şimal buzlu ilə, həm sakit, həm Hindlə əlaqələri var. Yəni Avstraliya 2 yarımkürədə yerləşir, ona görə buna aiddir. Antarktida 3 yarımkürədə yerləşir, amma həm Hind, həm Atlantik, həm Sakit okean əlaqəsi var. Şimali Amerika 3-dür, Cənubi Amerika isə 2-dir. Yəni 3 yarımkürədə yerləşir, şimal, cənub, qərb, bir də amma Sakit və Atlantik okean əlaqəsi var. Aşağıda cənub yarımkürəsində yerləşən paralel çevrilən 1 dərəcə qolsuz uzunluqlar verilmişdir. Hansı paralel çevrəsinin şimal qütbündən daha uzaq yerləşdiyini müəyyən edin. Biz dedik ki, paralellərin dərəcələri ekvator. Paralellərin dərəcələri, uzunluqları ekvatora yaxınlaşdıqca artır, ekvatorun uzaqlaşdıqca azalır. Qütbə doğru şimal qütbü. Bu da cənub qütbü. Şimal qütbünə doğru getdikcə uzunluq azalır, ekvator doğru, cənub qütbünə gedəcək azalır, ekvator doğru isə artır. Deməli, bu istiqamət azalır, əksinə istiqamət isə artır. Nə deyir? Şimal qütbündən daha uzaqda yerləşirsə, şimal qütbündən daha uzaqda yerləşirsə, daha uzun olmalıdır. Daha uzun olmalıdır. Bunların içərisində daha uzun da 109.6-dır. 109.6 da 10 dərəcəli paralel qövsün zonudur. Y. Cavab Y, elə də Y doğrudur. Bakıdan ən qısa yolla cənub qütbünə çatmaq üçün hansı azimutla getmək olar? Bakını çəkək. Bakıdan ən qısa yolla. Cənub tropikinə. Bakını yazaq. 40 şimal en dairəsi, 50 şərq zonu. Cənub tropiki. Bu 0 dərəcə. 23,5 cənub tropiki. Çatmaq üçün hansı azimutla getmək olar? Gəlin baxaq. Bu istiqamətdə gedirik. Bu istiqaməti də gəlin azimutuna baxaq. Bu azimuta baxaq. Deməli, azimuta baxsaq 0, 360, bu tərəf 90 azimut, 180 azimut, 270 azimut. Biz Bakıdan 40 dərəcə paraleldən tropikə doğru gedəndə 180 azimut və yaxud da cənub istiqamətə yaxud 180 azimutla gedəcək. D variantı. Qrinviç meridianı ekvatorun xətti ilə kəsişən yeganə materik. Qrinviç meridianı ilə ekvator xətti yeganə materik Afrika materikidir. Y variantı. Sonra A məntəqəsində qütb ulduzu 40 dərəcə buz altında görünür. Bu məntəqənin 70-80 şərq uzunluğu yerləşdiyini nəzərə alaraq onunla Bakı şəhəri arasında ən qısa məsafəni. Məsələ həllərini mütləq birinci ardılığı təmin etmək lazımdır. Ardılıq getmək lazımdır. Deyəm məntəqənin 40 dərəcə buz altında görünür. Qütb ulduzu görünmür, ancaq şimal yarımkürəsindədir və yəni 0 dərəcə ekvatorun yuxarıdadır və hər paralelin dərəcəsi qədər də o qütb ulduzunu görür. Deməli, qütb ulduzu 40 dərəcə görürsə, deməli paralelimiz neçədir? 40 şimal endarəsi. Bundan bu məntəqənin
bu məntəqənin 70 şərq uzunluğunda yerləşdiyi nəzərə alaraq 80 daha doğrusu. 80 şərq uzunluğu. Bu məntəqə bura. A məntəqəsi. Nəzərə alaraq onunla Bakı arasında ən qısa məsafəni tapaq. Bakıda yerləşir 40 şimal dairəsi, 50 şərq uzunluğu. Bu da Bakı. Ən qısa məsafəni tapaq. İki məntəqə arasında ən qısa məsafəni tapmaq üçün bu tənasüb qururuq. Deməli, nə ilə gedir? Paralellə. Daha doğrusu, baxaq azimuta, 90 azimutdan gedir. 90 azimut və yaxud 270 azimutdan gediriksə, deməli, paralellə gedirik. Paralellə gediriksə, biz deməli, 1 dərəcə paralel qövsün uzunluğuna baxacaq. Deməli, tənasüb qururuq. 1 dərəcə, paralel dərəcəsinin 1 dərəcə qövsün uzunluğu, sonra gedilən bucaq, həqiqi məsafə. Yəni, verilənləri qoyaq yerinə. 1 dərəcə qövsün uzunluğu 40-cı paraleldə, 1 dərəcə 85.4. Gedilən bucağa baxaq. Biri 50, biri 80. İkisi də eyni yarımkürə. Eyni yarımkürədə olanda bunların fərqini tapıb 80-dən 50-ni çıxırıq, olur 30. Gedilən bucaq 30, bunu tapdıq. Həqiqi məsafəni tapaq. Burada da həqiqi məsafə bərabərdir. 30 vurulsun 85.4. 85.4. Deməli, 30 vurulsun 85.4. Həqiqi məsafə bərabər 2562 kilometr. Nəyi soruşur? Ən qısa məsafə 2562 kilometr. Elə bunu soruşur. Y variantı. A məntəqəsinin qütb ulduzu 40 dərəcə buz altında görünür. İndi 40 dərəcə buz altında görünür. Yenə 40 dərəcə buz altında. Və yenə 40 dərəcə buz altında görünürsə, bu 0. Yenə paralel olacaq 40 şimal dairəsi. Görünür. Məsələnin birinci hissəsi nədir? 40 dərəcə buz altında görünür. Bunu çəkdik. Sonra ikinci çəkirik. Məntəqənin 30 qərb uzunluğu yerləşdiyini nəzərə alaraq, indi 30 qərb uzunluğu. Bu məntəqə. A məntəqəsi. Nəzərə alaraq bunu da yazdıq. Bakı şəhərinin ən qısa məsafəni. Bakını da yazaq. 40 şimal dairəsi, 50 şərq uzunluğu. Bu da Bakı. Yenə ən qısa məsafəni tapmaq üçün hansı azimutdan gedir? 90-dan. 90-dan gedir deməli paralel. Yenə 1 dərəcəli paralel qövsü, gedilən bucaq, həqiqi məsafə. 40 dərəcəli paralelin 1 dərəcə qövsü 85.4. Gedilən bucağa baxaq. Burada 0-dır. Çünki bu qərbdir, bu şərq. Bunlar üçün dərəcə fərqini tapmaq üçün fərqli yarımkürə, biri şərq, biri qərb olub toplayırıq. Çünki bu 0-a kim gəlir, sonra isə ondan aşağı düşür. Olacaq 80, 80, 80. Bu da deməli həqiqi məsafə. Həqiqi məsafə də bərabərdir 80 vurulsun 85.4. 6832 kilometr. Cavab Y variantı.